Salam. Ən çox izahı istənilən mövzulardan biri cümlənin şəxsə görə növləridir. Cümlənin şəxsə görə növlərindən biri olan müəyyən şəxsi cümlələrin izahını verəcəm bu videoda. Gəlin birinci müəyyən şəxsi cümlələr nədir? Bir tanış olaq. Ümumiyyətlə müəyyən şəxsi cümlələr mübtədası olan, yəni mübtədası əgər cümlənin içərisindədirsə və yaxud da yoxdur, amma mən, sən, o, biz, siz əlavə edə biliriksə, artıra biliriksə, bu cümlələr müəyyən şəxsi cümlələrdir. Çox rahatdır. İndi testlərə bir-bir baxaq, izah verəcəm hər bir cümləyə. Bu zaman özünüz görəcəksiniz ki, necə də rahatdır müəyyən şəxsi cümlələri seçmək. Sadəcə biz mübtədanı, xəbəri, yəni cümlə üzvlərini tapmağı bilməliyik. Gəlin keçək birinci suala. Yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümləni müəyyən edin. Baxın, burada bizə tək müəyyən şəxsi cümləni tapın demir. Həm də deyir ki, sadəcə baş üzvləri olsun. Yəni ikinci dərəcəli üzvlər olmasın. Aha, gəlin baxaq. Alırdı, nə edirdi? Alırdı. Kim? O. Baxın, burada alırdı kitabı mübtəda götürə bilməzsiniz, ha. O kitabı alırdı. Burada kitabı tamamlıq kimi gedir. Yəni burada müəyyən şəxsi cümlədir, amma tamamlıq var cümlədə. Yəni alan odur. Anı çıxdım. Dünəndən onu axtarıram. Nə edirəm? Axtarıram. Kim? Mən. Mən axtarıram. Görürsüz, yoxdur, amma yerinə qoya bilirəm. Tamam, müəyyən şəxsi cümlədir. Amma kimi axtarıram? Onu. Artıq burada tamamlıq da var. Yəni ikinci dərəcəli üzv var. B də cavab deyil. B-ni çıxdım. Gözəl güllər məktəbin həyətindədir. Məktəbin həyətində idi xəbər. Nə? Güllər. Necə güllər? Gözəl. Bu da müəyyən şəxsi cümlədir. Mübtədə var cümlədə, amma ikinci dərəcəli üzvlər də var. C variantında çıxıram. Ağıllı sözü eşitmək də ağıl əlamətidir. Deməli, ağıl əlamətidir. Nə? Ağıllı söz eşitmək. Aha, deməli xəbərimizdə söz birləşməsidir. Mübtədamızda söz birləşməsi ilə ifadə olunub. Yəni burada cümlə uzundur deyib keçməyək. Cümlə sadəcə mübtəda və xəbərdən ibarətdir. Yalnız baş üzvlərdir, müəyyən şəxsidir. Bəli, mübtəda var, müəyyən şəxsidir. Deməli cavabımız D variantı olur. Yaxşı, bəs E-yə də baxaq. Siz daha bunu düşünməyin. Nə etməyin? Düşünməyin. Kim? Siz müəyyəndir. Nəyi düşünməyin? Bunu. Bu da tamamlıqdır. İkinci dərəcəli üzv var. Ona görə E variantında çıxdıq. Cavabımız olur D variantı. İkinci sual. İsmi xəbərli müəyyən şəxsi cümləni. Yenə burada da müəyyəni istəyir bizdən. Amma xəbəri də ismi xəbər olsun. Nə idi ismi xəbər? Yadımıza salaq. Adlarla ifadə olunsun. Mürəkkəb adlar ola bilsin, söz birləşmələri ola bilsin, məsdər, fe'li, sifət tərkibləri ola bilsin. Bunlar bir də predikativ sözləridir ki, ismi xəbər ola bilir. Fərhadın qardaşı dostumdur. Aha, baxın, dostumdur. Kim? Fərhadın qardaşı. Mübtəda var. Xəbər də dost isimdir, ismi xəbərdir, bəli. Deməli, elə axtardığımız cavab A variantıdır. Bəs digərlərinə baxaq. Baxın, C variantında çıxıram. Çünki burada fe'li xəbərdir. Yəni xəbərə baxıb çıxmaq istəyirsinizsə, burada D-ni də çıxıram, E-ni də çıxıram. Bəs B niyə? Əsrin əvvəlləridir. Bu da müəyyən şəxsi cümlə deyil də. Yəni yoxsa ismi xəbər ola bilər. Ona görə B-ni də çıxdım. Cavabım elə qaldı A variantı. 3. Yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlə hansıdır? Yenə təkcə baş üzvlərdən ibarət olsun deyir. Tikintidə işlər get-gedə sürətlənirdi. Nə edirdi? Sürətlənirdi. Nə? İşlər. Harada? Tikintidə. Necə get-gedə? Tək baş üzv yoxdur burada. İkinci dərəcəli üzvlər də var. Atam qışda qayıtdı. Nə etdi? Qayıtdı. Kim? Atam. Müəyyən şəxsidir. Nə zaman? Qışda. Amma zərfliyi də var.
Yəni təkcə baş üzvlərdən ibarət deyil. Ona görə B variantında çıxdım. C-də deyir ki, qohumlarımın biri sahə rəisi idi. Baxın, sahə rəisi söz birləşməsidir. Xəbər gedir ki, qohumlarımın biri. Müəyyən şəxsdir, mübtədə var qohumlarımın biri. Yalnız baş üzvlər var. Bəli, yalnız baş üzvlər var. Baxın, qohumlarımın biri üçüncü növdür deyə mən bunu ayıra bilmirəm. İkinci növlə üçüncü növ təyinli söz birləşməsini ayıra bilmirsiniz. Yəni yiyəlik hal, mənsubiyyət. Sahə rəisidir ikinci növdə, ona görə ayıra bilmirik. Yəni 2 ilə üçüncü növ təyinli söz birləşmələrini ayırmırıq cümlə təhlil edərkən. Ona görə də burada cavabımız C olur. Deməli, D-yə də baxaq. Sahə həkimi Ramiz bizim qonşumuzdur. Baxın, üçüncü növdür. Birlikdə xəbər gedir. Kim? Ramiz. Hansı Ramiz? Cümlənin təyini var. Baş üzvdən başqa ikinci dərəcəli üzv var. Sərin əsirdir. Əsirdir. Nəmi? Necə sərin? E variantında yenə eyni səbəbə görə çıxdım. Cavabımız olur C variantı. 4. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlədir. Eyni məsələ. Baş üzv olsun, yenə müəyyən şəxs istəyir. Orada kimsə var. Aha. Var ayrıcalıqda xəbər olur. Predikativ sözdür də var, lazım, yox, bəs, mümkün. Bunlara sual vermədən cümlənin xəbəri götürə bilirik. Kim var? Kimsə var. Harada? Orada. Yəni burada çıxdım bunu da. Yəni çünki bizdə mübtədə xəbərlə yanaşı orada, harada zəfliyimiz də var. Qızıl güllər yaz gələndə göz oxşuyur. Göz oxşayır. Nə qızıl gül? Tamam, var mübtədamız, amma nə zaman? Yaz gələndə deyir. Burada da zəfliyimiz var. Ona görə çıxdıq B-ni. Mənə yaman soyuqdur. Soyuqdur. Müəyyən şəxsi deyil, mübtədası yoxdur. Sənə zəng edən mənim müəllimim idi. Mənim müəllimim idi. Kim? Sənə zəng edən. Baxın, yenə söz birləşməsi ilə ifadə olunub. Mənim müəllimim üçüncü növ təyinli söz birləşməsidir. Sənə zəng edən fe'li birləşmədir. Bəli, fe'li birləşmədə tərkib olur da. Bunları da ayırmırıq biz. Fe'li sifət tərkibidir. Ona görə də elə cavabımız olur D variantı. Keçək 5-ci suala. 5-ci sualda deyir ki, biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi sadə cümlədir. Yenə eyni sual, baş üzvdən ibarət olsun, müəyyən şəxsi cümlə olsun. Səyahətə çıxan uşaqları dünən yola saldılar. Deməli, yola saldılar. Kim? Onlar. Baxın, İndi digər qeyri-müəyyən şəxsi cümlələri işləyəndə görəcəksiniz. Baxın, əgər bu üçüncü şəxsdədirsə, lar varsa, onlar cümlədə yoxdur. Amma əlavə edə bilirsinizsə, bu müəyyən şəxsi sayılmır. Qeyri-müəyyən sayılır. Baxın, bir də deyim. Əgər mən, sən, o, biz, siz. Bunları əlavə edə bilirsinizsə müəyyəndir, amma onları əlavə edirsinizsə qeyri-müəyyəndir. Ona görə A variantını çıxdım. Müəyyən deyil. Biraz səbir etmək. Səhərin açılmasını gözləmək lazım idi. Deməli, lazım idi. Nə lazım idi? Biraz səbir etmək, səhərin açılmasını gözləmək. Bəli, sadəcə baş üzvlərdən ibarətdir. Müəyyən şəxsidir, mübtədə də var. Cavab elə olur B variantı. Ulduzlar günəş şəfəq saçanda yoxa çıxır. Burada da deməli, nə zaman? Günəş şəfəq saçanda, yəni baş üzvdən əlavə ikinci dərəcəli üzv var. Ətraflı müzakirə etdikdən sonra təklifləri düşünüb razılığa gəldik. Razılığa gəldik kim? Biz. Baxın, bizi əlavə edə bilirəm. Əlavə etdimsə bu müəyyən şəxsidir. Amma onları bayaq dediyim məsələ əlavə edəndə bu qeyri-müəyyən olur, müəyyən olmur. Burada da yəni çıxırıq, çünki baş üzvdən başqa digər üzvlər də var. Kəndin kənarında səfalı bir yer, göy çəmənlik, hər tərəf göy çiçək, gözəl mənzərə. Baxın, burada xəbər yoxdur. Xəbər yoxdursa adlıq cümlədir. Müəyyən şəxsi cümlə götürmürük. Elə cavabımız da oldu B variantı. Aha, 6-cı sualda yalnız baş üzvlərdən ibarət
İsmi xəbərli cümləni müəyyən edin deyir. İsmi xəbərli müəyyən şəxsi cümləni. Yəni burada artıq həm başı üzvlərdən ibarət olmalıdır, həm ismi xəbərli olmalıdır, həm də müəyyən şəxsi olub-olmadığına baxmalıyıq. A variantında deyir ki, sənin kitabının vərəqləri stolun üstündədir. Stolun üstündədir, xəbər olur. Nə stolun üstündədir? Sənin kitabının vərəqləri. Aha. Deməli, sadəcə baş üzvlər var, bəli. Sadəcə mübtədə xəbər var. Müəyyən şəxsidir, bəli. Mübtədə var. İsmi xəbərlidir, bəli, ismi xəbərlidir. Çünki stolun üstündə üçüncü nöqtəyinin söz birləşməsidir. Bəli, ismi birləşmədi, ismi xəbər olur. Deməli, burada elə doğru variant A variantıdır. Bəs digər variantlara da gəlin baxaq. Gələn qonşumuz Əlinin böyük qardaşıdır. Deməli, Əlinin böyük qardaşıdır. Yəni Əlinin qardaşı üçüncü növdür, böyük də onun tərkibindədir. Kim? Gələn. Hansı Əli? Qonşumuz Əli. Yəni burada da bütün müəyyən şəxsidir, ismi xəbərlidir, amma təyin var. Sadəcə baş üzvlərdən ibarət deyil. Ona görə B variantını çıxıram. Diş həkimi Lalə xanım diqqətlidir. Diqqətlidir xəbər. Kim? Lalə xanım. Hansı Lalə xanım? Diş həkimi. Gördüyünüz kimi burada da təyin var. Yəni baş üzvlər deyil təkcə. Ona görə C variantında çıxdım. D-də deyir hadisədən xəbərin varmı? Deməli burada da ismi xəbərdir. Varmı? Xəbər olur burada. Amma hadisədən, nədən? Yəni ikinci dərəcəli üzv var, D-ni çıxdıq. Salur Qazanın evi yağmalanmışdı. Bu isə ismi xəbər deyil. Ona görə E variantını çıxdıq. Cavabımız elə oldu A variantı. Növbəti sual. 7-ci sualda deyir ki, ikinci dərəcəli cümlə üzvünün işləndiyini. Yəni sadəcə baş üzvü olmasın, ikinci dərəcəli təyin, tamamlıq, zəflik də olsun. Baharın nəfəsi duyulur, nə edilir? Duyulur, nə baharın nəfəsi yoxdur, ikinci dərəcəli. Uşaqlar məktəbdən çıxanda günorta idi. Günorta idi. Nə zaman? Uşaqlar məktəbdən çıxanda. Deməli, bu cümlənin mübtədası yoxdur, müəyyən şəxsi deyil. General-mayor Polad Həşimov Azərbaycan xalqının qürur mənbəyidir. Bəli, elə bu olacaq. Azərbaycan xalqının qürur mənbəyidir. Kim? Polad Həşimov, hansı general-mayor. Yəni burada gördüyünüz kimi təyindir işlənib və müəyyən şəxsidir, mübtədası var. Cavabımız olur C variantı. Daha sonra 8-ci sual. Biri müəyyən şəxsi sadə cümlədir. Soyuq qış gecələrindən biri idi. Qış gecələrindən biri idi. Bu mübtədası yoxdur. Baxın, qış gecələrindən biri idi. Deməli, burada nə olmur, hara olmur, kim olmur? Müəyyən şəxsi yoxdur, mübtədası yoxdur. Şəhidlərin məsələsinə baxıldı. Nə edildi? Baxıldı. Nəyə? Şəhidlərin məsələsinə baxıldı. Feildir, şəxsiz növ feildədir və şəxsiz növ feillə ifadə olunubsa şəxsiz cümlədir. Yəni bu müəyyən şəxsi cümlə deyil. Cavanların bir qismi müxtəlif sexlərdə çalışırdı. Nə edirdi? Çalışırdı. Kim? Cavanların bir qismi. Bəli, elə bu müəyyən şəxsi cümlədir. Çünki mübtədası var. Ona görə olur cavabımız C variantı. Qaçanı qovmazlar. Bu ümumiyyətlə yadınızda saxlayın. Qeyri-qəti gələcək zaman üstünə yəni larlər olduğu zaman ümumi şəxsi cümlə götürürük əsasən. İndi digər onun testini izah edəndə mən sizə deyəcəm bunları. Dünən tərtib edilən siyahıya nəzər salındı. Deməli, nəzər salındı. Bu da mübtəda yoxdur. Cavabımız oldu C variantı. 9. Biri müəyyən şəxsi cümlə deyil. Aha, burada da deyir ki, 4-ü müəyyəndir, amma biri deyil. Gəlin baxaq görək. Deməli, Nuriyyənin yeganə qızı hüquq işçisidir. Hüquq işçisidir kim? Nuriyyənin qızı. Bu müəyyəndir, mübtəda var. Arzum həkim olmaqdır. Nə həkim olmaqdır, nə arzum? Müəyyən şəxsidir, mübtəda var. İnsanın dünyanın şərəfi olduğunu deyirlər. Aha, bax deyirlər. Kim? Onlar. Yoxdur.
Yəni bu müəyyən şəxsi getmir. Ona görə cavabımız olur C. Bacı, sən gah gülürsən, gah ağlayırsan. Gülürsən kimsən, kim ağlayırsan kimsən. Yəni bunun mübtədası var, müəyyəndir. Uşaqlar ona sükutu deyirdilər. Nə edirdilər? Deyirdilər kim? Uşaqlar. Yəni baxın burada mübtəda var içərisində müəyyən şəxsi gedir, amma C-də mübtədam yox idi. 10-cu sualda ay qardaşım, elə o deyilmi vətənimizi günü-gündən inkişaf etdirən cümləsi haqqında deyilənlərdən biri düzgündür? Aha, bu tipli cümlələrdə deməli, cümlə üzvlərinin yerini dəyişdirib bizə veriblər. Çalışın, biz buna inversiya deyirik. Çalışın burada cümləni düzgün qurun, o şəkildə tapın. Məsələn, ay qardaşım, vətənimizi gündən-günə inkişaf etdirən o deyilmi? Görürsüz? Yəni düzəltdim cümləni. Fe'li xəbərlidir. Xeyr, o deyilmi? Fe'li xəbər deyil. A variantını çıxıram. Bizdən çünki düzgün istəyir. Mübtəda ismi birləşmə ilə ifadə olunmuşdu. Kim o deyil? Vətənimizi gündən-günə inkişaf etdirən ən fe'li sifət tərkibidir. İsmi birləşmə deyil, fe'li birləşmədir. Çünki cümləni düzəldəndə vətənimizi gündən-günə inkişaf etdirən mübtəda gedir. Xəbər fe'li sifət tərkibi ilə ifadə olunmuşdu. Xeyr, dediyi mübtəda fe'li sifət tərkibidir. Söz sırasına əməl olunmuşdu. Xeyr, mübtəda ilə xəbərin yeri dəyişikdir. Müəyyən şəxsi cümlədir. Bəli, mübtəda var cümlədir. Cavabımız olur elə E variantı. 11. Ay bacım, elə bu cavan deyilmi bayrağımızı bütün dünyada tanıdan? Baxın, eyni məsələ. Bayrağımızı bütün dünyada tanıdan elə bu cavan deyilmi? Kim bu cavan? Yəni burada mübtəda ilə xəbərin yerini dəyişik qoyublar. Siz düzəldin. Düzəltdiyiniz zaman görəcəksiniz ki, rahatlıqla sual verə biləcəksiniz və mübtəda ortaya çıxacaq və yenə cavabımız olur müəyyən şəxsi cümlə. Bayaqki sualın eynisidir demək olar ki. 12. Deyir ki, bir müəyyən şəxsi sadə cümlədir. Aha. Ana, axı keçmişi, bu günü, sabahı görməmək korluqdur. Sadə cümlədir deyir. Korluqdur. Nə korluqdur? Keçmişi, bu günü, sabahı görməmək. Aha. İndi deyəcəksiniz ki, burada keçmişi, bu günü, sabahı görməmək. Orada tamam həmcinslik, yəni sadalanma var. Amma bunun hamısı yəni mübtəda gedir birlikdə. Cavabımız da elə sadə cümlə olduğu üçün olur A variantı. İstəyirsiniz digər variantlara da baxaq. Dostu dar gündə tanıyarlar. Baxın, qeyri-qəti gələcək zamanlar ümumi şəxsidir. B-ni çıxdı, müəyyən deyil. A uşaqlar, göndərdiyiniz məktublara hələ cavab verilməyib. Deməli, bu cavab verilməyib şəxsiz növ feildir. Buna görə də şəxsiz cümlədir. Bacarmadığın işdən yapışma. Ümumiyyətlə bu hamıya aid edilir, ümumi şəxslidir. Artıq işləməyin vaxtıdır. Bu isə şəxsiz cümlədir. Deməli, ona görə cavabımız olur elə A variantı. 13-cü sualda bir müəyyən şəxsi sadə cümlədir. Bizdən bunu istəyir. Elə bil onu tilsimləmişdilər, gücünü almışdılar. Baxın, elə bil onu tilsimləmişdilər. Lar var. Kim? Onlar yoxdur cümləmdə. Cümlədə yoxdursa onlar, bu zaman qeyri-müəyyəndir. Həmçinin yadınızda saxlayın ki, elə bil ki, sanki güya. Baxın, bu bənzətmə bildirən modal sözlər daha çox qeyri-müəyyən şəxsi cümlədə işlənir. Ona görə A variantını çıxdım. B-də deyir, hər şeydən ötürü dava salmazlar bala. Bu da müəyyən şəxsi cümlə deyil. B variantında çıxdım. C variantında biz məktəbə çatanda günorta idi. Ümumiyyətlə yadınızda saxlayın ki, günorta idi, axşam idi, ayın 3 idi və s. bu tipli xəbər görəndə şəxsiz cümlə götürün. Kitablar paylananda oktyabr ayı idi. Bu da eyni şəkildə. Müəllimlik hamının etirafına görə olduqca indi burada görünmür söz. Olduqca tutam gözəl sənətdir. Nə müəllimlik? Bunun mübtədası var. Bəli, biz bunu müəyyən şəxsi cümlə götürə bilərik. 13-də cavabımız olur E variantı. 14. Müəyyən şəxsi cümlələri müəyyən edin deyir. Uzun illərin ayrılığından sonra
Onu tanımamışdım. Deməli, tanımamışdım. Kim? Mən. Baxın, cümlədə yoxdur, amma qoya bilirəm. Mən qoya bilirəmsə, bəli, müəyyən şəxs idi. Biri götürdüm. Gecənin bir anı idi. Bayaq qeyd elədim ki, bu tipli cümlələr şəxssiz cümlə gedir əsasən. Günəş qürub edəndə rəngi saralır. Aha, bəli, bunu da götürə bilərik. Deməli, o vaxtdan xeyli keçmişdi. Keçmişdi. Nə qədər xeyli, nə zaman o vaxtı yoxdur mübtəda. Dostum indi yolçu yolda gərəkdir. Deməli, bəli, bu da olar. Gərəkdir kim? Yolçu. 5-i də götürdüm. Haqqınızda çox söz deyirlər. Baxın, kim çox söz deyir? Onlar. Yoxdur. Onlar yoxdursa, mən bunu müəyyən şəxsi götürə bilmərəm. Baxın, 1-ə də baxın, 6-ya da baxın. Yenə deyirəm, mən, sən, o, biz, siz yoxdursa, artıra biliriksə müəyyəndir. Onlar yoxdursa, artıra biliriksə qeyri-müəyyəndir. Altında sildim. Cavabım oldu 1, 3 və 5. 15. Müəyyən şəxsi cümlələri müəyyən edin. Hər şeyin bir kölgəsi var. Var ayrılıqda xəbər. Nə? Hər şeyin kölgəsi bəli olur. Müəyyən şəxsidir. Uzaqdan baxana döyüş asan gələr. Deməli, asan gələr nə? Döyüş. Bəli, mübtəda var. Daha doğrusu 2-ni götürürük. Bar gətirən ağaca balta çalmazlar. Xeyr, burada mazlar dedik ki, qeyri-qəti gələcək zaman üstünə larlər. Müəyyən şəxsi getmir, ümumi şəxsi gedir. Bəyin çeşməsindən su içmə. Bu da götürə bilərik. İndi burada deyə bilərsiniz ki, su nə? Su. Xeyr, suyu içmədir burada. Qeyri-müəyyən təsiri halda tamamlıqdır. Yəni çaşıb bunu mübtəda götürməyin. Ayırmağı bilin bunları. Hər adamın əkdiyi bitməz. Bitməz, nə bitməz? Hər adamın əkdiyi bitməz. Bəli, elə 5-i də götürürük. Cavabımız olur 1, 2, 5. 15-də cavab 1, 2, 5. Digər qeyri-müəyyən şəxsi cümlələr, ümumi şəxsi cümlələr digər videolarda hər biri izahlı paylaşılacaq.